Dünyanın maliyyə sistemini idarə edən maliyyəçilər həmişə sənə eyni şeyi deyir. Biz sənin maliyyə azadlığın üçün çalışırıq. Onlar sabitlikdən danışır. Onlar böyümədən danışır. Onlar fürsətlərdən danışır. Bu gözəl səslənir. Amma dayanıb tarixə baxdıqda çox fərqli bir mənzərə görürsən. Çünki həqiqət budur ki, əsrlər boyu böyük dövlətlər digər dövlətlərin sadə insanlarını kasıb saxlamaq və sərvəti öz əllərində toplamaq üçün gizli maliyyə hilələrindən istifadə ediblər. Və ən diqqət çəkən hissəsi budur ki, bu hilələr yeni deyil. Onlar dəfələrlə istifadə olunub. Sadəcə qablaşdırma dəyişib, adlar dəyişib. Amma məqsəd həmişə eyni qalıb. Sərvəti yuxarıya hərəkət etdirmək və cəmiyyəti sistemə asılı saxlamaq. Gəlin ən qədim və ən sadə hilə ilə başlayaq. İnflyasiya. Bir hökumət topladığı vergilərlə xərclərini qarşılaya bilmədikdə iki seçimi var. Ya vergiləri artırmaq, ya da pulu sakitcə dəyərsizləşdirmək. Heç kimin icazəsini almadan, diqqət çəkmədən. Pulun satın alma gücünü azaldır. Qədim Roma bu hilədən çox yaxşı xəbərdar idi. 3-cü əsrdə artan hərbi xərclər imperatorları denarinin gümüş tərkibini azaltmağa məcbur etdi. Bir vaxtlar demək olar ki, saf gümüş olan sikkə sonunda nazik gümüş qatından örtülmüş, ucuz mis parçasına çevrildi. Dövlət sanki heç bir problem yoxmuş kimi davrandı. Amma əhali bədəlini ödəyirdi. İnflyasiya yüksəldi. Yığımlar məhv oldu. Maaşlar qiymət artımına çatmadı. Bu, insanların cibindən alınan səssiz bir vergi idi. Orta əsrlərdə hilə daha birbaşa idi. Bu dəfə ona məcburi kredit deyirdilər. İngiltərə, Fransa və İspaniyada krallar zəngin tacirlərin və girdlərin qapısını doyub deyirdilər: siz dövlətə pul verəcəksiniz. Bu bir istək deyildi. Rədd edənlər cərimə, mülkiyyətin müsadirəsi və ya daha pis nəticələrlə üzləşirdilər. Kağız üzərində geri ödəmə və faiz vədləri vardı, amma əslində pul çox vaxt gec gəlir, dəyərsiz qayıdırdı və ya heç qayıtmırdı. Dövlət müharibələrə və digər borclara pul xərcləyirkən, tacirlər sərvətlərini verməyə məcbur edilirdi. Hilə sadə idi. Məcburiyyəti vətəndaşlıq vəzifəsi kimi təqdim etmək. Və bu sadə hilə əsrlər boyu işləyirdi. 17-ci əsrə gəldikdə işlər daha mürəkkəb oldu. Bu dəfə hilə maliyyə sistemi idi. 1694-cü ildə İngiltərə Mərkəzi Bankını yaratdıqda bunu xalqın xeyri üçün etməmişdi. Pul lazım idi ki, Fransa ilə mübarizə aparsın. Zənginlər dövlət istiqrazlarını aldılar və dövlət onlara faiz ödəməyi təmin etdi. Gözəl səslənir, deyilmi? Amma bu faizi kim ödəyirdi? Xalq. Duz, pivə və parça üzərində vergilər vasitəsilə. Zənginlər dövlətə pul verdi və risksiz gəlir əldə etdi. Kasıblar isə bu gəliri maliyyələşdirmək üçün daha yüksək vergi ödəyirdi. Bu, sərvət transferi idi və dövlət maliyyəsi adı ilə təqdim edilirdi. Və bugün də mövcud olan bir sistemi qurdu. Dünyanın ən təhlükəli mənfəəti dövlətə pul verməkdir. Çünki bu mənfəət xalqın əməyi ilə təmin olunur. Bugünə gəldikdə hilələr hər yerdədir. Məsələn, büdcə kəsikləri. Dünyanın ən böyük dövlətləri nəhəng borclar götürür və istiqrazlar buraxır. Pulların çoxu müdafiə podratçılarına, böyük korporasiyalara və xilasetmə paketlərinə gedir. Borcu ödəmək vaxtı gələndə isə kəsintilər yuxarıdan gəlmir. Vergilər artırılır, pul inflyasiya olunur və ya sosial yardımlar azaldılır. Hilə budur. Borc xalqın üçün təqdim edilir, amma yük yenə də xalqa düşür. Qazananlar isə istiqraz sahibləridir. 2008-ci il böhranı bunun ən açıq nümunəsidir. Banklar həddindən artıq risk götürdü və sistemi çökmə həddinə gətirdi. Pulu kim ödəyirdi? Vergi toplayanlar. Və böhrandan sonra kim güclənib çıxırdı? Banklar. Hilə çox sadə idi. Mənfəətlər özəlləşdirildi, zərarlar sosiallaşdırıldı. Xalq isə bunun sistemi sakitləşdirmək üçün lazım olduğuna inandırıldı. Pensiya sistemləri də günahsız deyil. İnsanlar illərlə dövlətə yatırım edir, düşünür ki, mən təqaüdə çıxanda bu pul mənim olacaq. Amma çox vaxt dövlət həmin pulu saxlamır, xərcləyir. Xərclənən bu pulları gələcək nəsillər ödəyir. Bu, rəsmi dildə təqdim edilən nəsildən nəsilə Ponzi sxemidir. Görürsən ki, hər şey qavrayışla bağlıdır. İnflyasiya böyümə adlanır.
Məcburi kredit vəzifə adlanır. Borc investisiya, xilas etmə stabillik, kəsintilər isə islahat adlanır. Bu sözlər həqiqəti gizlədir və həqiqət həmişə eynidir. Sərvət aşağıdan yuxarı axır. Son illərdə oyun daha mürəkkəb olub. Kəmiyyətlə yumşalıcılıq kimi anlayışlar ortaya çıxdı. Mərkəzi banklar heç nədən trilyonlarla dollar yaratdı. Sistem xilas olundu. Amma kimin üçün? Aktivlərin qiyməti partladı. Səhmlər, evlər və istiqrazlar dəyər qazandı. Bu aktivlər kimindir? Zənginlərin. Orta hesabla adi insan üçün həyat daha da bahalaşdı. Həmçinin gizli vergilər də var. Gəlir vergisi açıqdan artırılmaq əvəzinə, satış vergisinə, yanacaq vergisinə əlavələr edilir. Maaşın artır, amma qiymətlər daha sürətlə qalxır. Fərq sənin qarşıla səssiz bir vergi kimi götürülür. Böyük dövlətlər bu yolla borclarını azaldır. Sənin üçün isə bu, maliyyə azadlığının yavaş-yavaş itməsi deməkdir. Nəticə çox aydındır. Sistem səni daha çox işləməyə məcbur edir, amma daha az real sərvətə sahib olursan. Romada insanlar kasıblaşdı. Orta əsrlərdə tacirlər məhv oldu. Bugün isə ailələr hesab ödəyir. Zaman dəyişir, oyun dəyişmir. Ən acı həqiqət budur ki, əksər insan oyunun oynandığını belə anlamır. Onlar inflyasiyanı təbii, vergiləri qaçınılmaz və xilas etmələri xeyirxahlıq kimi görürlər. Tarixi bilməyənlər onun təkrarlanmasını görə bilmir. Maliyyə biliyi qorunmadır. İqtisadi tarix isə silahdır. Hilələri bilsən, qorunmaq daha asan olur. Tarix cavablarla doludur. Sual budur ki, onları görməyi öyrənirsənmi? Daha çox cavab axtarırsansa, bizi izləməyə davam et.